Esselamu Aleyküm, əziz izləyicilərimiz. Mən sizə bu dəfə tam nöqtəyə gəlmiş sabunumun şlifovka olunma tərzini göstərmək istəyirəm. Bunu təzəlikcə əldə etdim. Bu bizim boyaq otu kökləri bağımızda bitir. Bunun rəngindən götürülüb bu sabunlar. Bu yaşılvari tünd lavrov listin rəngidir, sveji. Bu isə iki rəngi birinə qarışdırmışam. Siz bunun gözəlliyini, siz bunun ətirini bir qoxlaya bilsəydiniz, ona görə sizinlə bölüşmək istədim. Bunların çəksi 200 qramdır. Bu təzə ərsəyə gəlmiş sabundur. Bunun qiyməti ancaq istifadə edən bilər. Bu bir sabun kimi də deyil. Bu müalicəvi sabundur. Lavrov listin içində nə ədviyyatlar varsa, üz üçün, dəri üçün, onu oxuyub bilə bilərsiniz. Boyaq otu otunun da rəngə görə seçmişik. Rəhmətlik anam bu rəngləri xalçaların yun ipində istifadə eləyərdi. Mən də indi bunu sabunda istifadə eləmişəm. Təbii sabun olduğuna görə müalicəvi superdir. Dərilərə görə, dəri xəstəliklərə, qaşınmaya, qadın xəstəliklərdə də çox yaxşı effekt verir. İstifadə eləyənlər bilir, özüm də eləyirəm. Ən əsasıdır ki, içində kül suyundan, mal içpiyindən, bir də neçəsə faiz duzdan əmələ gələn bir sabun. Arımız da gəlib. Bilib ki, təbiidir. Gəlib sabunu qoxmaq istəyir.